Sual 200. Sualda deyilir ki, 2 mol alkenin kütləsi A-dır. Tam yanmasına sərf olunan oksigen kütləsi isə A plus 136 qramdır. Alkenin molekulunda hibrid orbitallarının ümumi sayını müəyyən edin. Bu sualı necə hesablayaram? Baxaq. İlk öncə alkenin oksigenlə reaksiyasında əmsalları N ilə müəyyən edək. CnH2n üstəgəl 3n böl 2 sayda oksigen. Yəni 1 mol CnH2n alken 3n bölünmüş 2 sayda, yəni mol sayda oksigenlə reaksiyaya daxil olur. İndi mən bunu 1/5 n kimi, oksigeni də 32 kimi götürsəm, yəni 32 qramdır. Necə olacaq? 14 n-ə 48 n olacaq. Niyə? Çünki 32-ni vuracam 1/5-ə, eləyəcək neçə? 48 n. İndi bu yazdıqlarım, yəni 14 n-ə 48 n 1 mol üçün nəzərdə tutulub. Bəs yaxşı, 2 mol üçün necə olacaq? 2 mol üçün olacaq artıq 28 n-ə 96 n. Düzdür? İndi bu mənə nə deyir? Deyir ki, 28 n A-dır, 96 n isə A plus 136-dır. Yəni mən 96 n-dən 28 n-i çıxsam, necə olacaq? Bərabər olacaq A üstəgəl 136 çıx A. Düzdür? İndi bununla bu getdi. Nə qaldı? 68 n bərabərdir 136. N neçədir? N bərabərdir 2. N-i tapdıq. Deməli, bu alkenin karbon sayı neçə imiş? 2 imiş, hidrogen sayı isə 4. Yəni, ümumi formul C2H4 olacaq. İndi məndən nə soruşur? Deyir ki, alken molekulunda olan hibrid orbitallarının ümumi sayını müəyyən edin. Hibrid orbitallarının ümumi sayı da alkenlərdə necə hesablanırdı? 4n çıx 2 ilə. Yəni, 4 vurulsun 2 çıx 2. O da bərabərdir 6. Cavabımız nə olacaq? Cavab olacaq 6.